Baş Əməliyyat İnzibatçısı Elnur Fətullayevlə müzakirələrimiz olacaq və Elnur bəyi masamızın ətrafına dəvət edirik. Elnur bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Gördük, təşəkkür edirəm dəvətiniz üçün. Biz artıq giriş etdik. İlkin olaraq sualımız bundan ibarət olacaq ki, artıq bəllidir ki, bir neçə amil var. Buna görə də investorlar səhmlərə yönəlirlər. Nədir bu amillər, nəyə görə səhmlərə yönəlirlər investorlar? Bu məsələ ilə bağlı nələri bilmək lazımdır? Əlbəttə ki, risk məsələsi də öz yerindədir. Necə qiymətləndirməlidirlər ki, hansısa bir risklər də yaranmasın, belə deyək? Doğru qeyd edirsiniz. Təbii ki, son illərdə ölkəmizdə kapital bazarlarının inkişafı istiqamətində xüsusilə də biz istiqrazların əhəmiyyətli yer aldığını müşahidə etmişdik və təbii ki, bu keçid fonunda bizim investorlar üçün, bazarlara ilk addım atan investorlar üçün istiqrazlar əhəmiyyətli rol oynamışdır. Lakin paralel olaraq qlobal miqyasda da biz bunu müşahidə edirik ki, investorlar istiqrazları da bir qədər tanış olduqdan sonra, sabit gəlirlər əldə etdikdən sonra onlar səhm bazarına yönəlirlər və səhmlər vasitəsindən öz portfellərini həm şaxələndirmə imkanı əldə edirlər, eyni zamanda daha yüksək gəlir imkanı əldə edirlər. Məsələn, qlobal göstəricilərə baxsaq, Amerikanın ən böyük 500 şirkətinin səhmlərinin özündə əks elətdirən S&P 500 indeksinin performansı son 10 il ərzində təxminən 14-15% nəticə ilə müşahidə olunmuşdur. Bu da təbii ki, investorların, potensial investorların iştahını qabardan bir göstəricidir və bir növ bu baxımdan risk və gəlirlik profilində biz bu fərqləri müşahidə edirik. Fərqlər demiş, bizim üçün də maraqlıdır ki, istiqrazlar və səhmlər arasında fərqlər nədir və əlbəttə ki, bu məsələ ilə bağlı, bu istiqamətlə bağlı maraqlanan insanlar üçün də ilkin məlumatlar lazımdır. Fərqlər necədir, hansına yönəlsinlər, siz necə dəyərləndirərdiniz? Bəli, sadə dillə desək, istiqrazlar bir növ borc alətidir. Yəni, bu borclanma aləti vasitəsilə həm dövlət müəssisələri, eyni zamanda korporasiyalar, şirkətlər, özəl şirkətlər istiqrazları emisiya etməklə bir növ borclanmış olurlar. Bunun nəticəsində isə investorlara sabit, proqnozlaşdırıla bilən faiz, kupon ödənişləri bir növ öhdəliyə götürürlər. Bu, yeni başlayan investorlar üçün təbii ki, daha öncə qeyd elədiyim kimi ilkin marağın formalaşmasında müsbət bir trenddir. Bundan fərqli olaraq səhmlər isə artıq pay alətidir. Yəni, biz birbaşa olaraq şirkətdə pay sahibi olmuş oluruq səhmlərə investisiya etməklə. Bu deməkdir ki, şirkət böyüdükcə biz də artıq bu böyümə bir növ səyahətindən, təcrübəsindən pay əldə etmiş oluruq və burada gəlirlər özünü iki formada nümayiş elətdirir. Birinci, dividend gəlirləri formasında, yəni müəssisə fəaliyyət göstərir, mənfəət əldə edir və bunun bir hissəsini dividend şəklində öz səhmdarlarına ödəyir. Eyni zamanda səhmdarlar, investorlar öz səhmlərini təkrar bazarda ticarət etməklə gələcəkdə daha yüksək qiymətə satma potensialı ilə buradan gəlirlər əldə etmək imkanı əldə edirlər ki, yəni biz artıq görürük ki, yəni qlobal bazarda bəzən bu deməli artım tempi olduqca yüksək göstəricilərlə nəticələnə bilir. Təbii ki, istiqrazların... Azərbaycan bazarı üçün necədir bəs vəziyyət? Ölkəmizdə təbii ki, istiqraz bazarları nisbətən fəal olsa da, səhmlərə investisiya artıq yeni-yeni bu mədəniyyət formalaşmağa başlayır. Bu baxımdan ümumiyyətlə dünya miqyasında həmişə belə olub ki, artıq şirkətlər ilkin kütləvi təkliflər vasitəsilə, yəni öz səhmlərini geniş auditoriyaya təklif etdikcə, bu da öz növbəsində investorlarda maraq formalaşır. Biz hələ ki, bu yolun başlanğıcındayıq, amma yəni, səhm investisiya mədəniyyəti artıq bizdə də yeni-yeni formalaşmağa başlamaq üzrədir bu baxımdan. Bəs investorlara səhmləri cəlb edici eləyən trendlər varmı? Hansılardır bunlar? Hansı trendlər onlara daha cəlb edici eləyir səhmləri? Ümumiyyətlə, həm səhmlərlə, həm digər maliyyə alətlərinə investisiya etməklə bağlı bir neçə qlobal trendlər mövcuddur. Xüsusilə də bizim gündəlik həyatımıza təsir göstərən bu trendlərin ən başında rəqəmsallaşma və texnologiyanın inkişafı dayanır və bugünkü gün investisiya etmək bir telefon uzaqlığındadır, yəni fərdi investorlar üçün və bu özü müsbət bir trenddir ki, həm digər maliyyətlərlə, eyni zamanda səhmlərə investisiya etməyi təşviq edir. Paralel olaraq həmin texnoloji inkişafdan irəli gələn bir neçə mega trend mövcuddur ki, məsələn, biz süni intellekt və bundan irəli gələn bir neçə beynəlxalq yəni şirkətlərin artıq dəyərinin çox sürətlə inkişaf etdiyini, artdığını gördükcə, bu da bir növ investorlarda
səhm investisiyalarına maraq yaratmış olur. Digər tərəfdən isə ümumiyyətlə COVID pandemiyası sonrası bütün dünya ölkələrində inflyasiyaya qarşı bir alternativ gəlirlik alətlərinə yönəlmə meyli yaranmışdır ki, yəni bu gəlirləri şaxələndirməklə pulun dəyər itirməsinə qarşı kapitalın yığım deməli funksiyasını və sərmayənin artırılması imkanları əldə olunsun. Bu da uzunmüddətli dönəmdə yəni bu istiqamətə maraq göstərməyə səbəb olan megatrendlərdir. Deyək ki, investor var və səhmlərlə maraqlanır, amma bu məsələdə hardan başlayacağını bilmir və hardan başlasın çox önəmli suallardan biridir. Əl-əfsusla ki, nəzərə alsaq ki, hazırki dönəmdə bir çox məsələlər var. Belə deyək, yanıltıcı istiqamətlər var. Süni intellekt, avtomatlaşdırma və belə olur ki, insanlar hansısa səhmlərə olsun və yaxud da ki, harasa yatırım eləyəndə çalışırlar ki, aldanmasınlar. Nə etməlidirlər, hardan başlamalıdırlar? Ümumiyyətlə, biz pul vəsaitlərindən davranmaqdan danışırıqsa, burada təbii ki, maariflənmək məsələsini mən ön plana çəkmək istəyərdim. Yəni, maliyyə savadlığının artırılması və bu istiqamətdə davamlı olaraq müəssisələrin fəaliyyəti, onların maliyyə göstəriciləri, onları necə oxumaq olar, bu istiqamətdə öz biliklərini artırmalıdırlar. Ən başlıca isə bu sahənin peşəkarlarına güvənməkdir və etibar etdikləri platformalara deməli vasitəsilə məhz investisiya fəaliyyəti göstərməkdir. Məhz Paşa Kapital da bu imkanlardan birini öz deməli potensial investorlara, müştərilərinə təklif edir. Yəni bu baxımdan etibarlı tərəfdaşlarla çalışmaq və paralel olaraq diversifikasiya etmək, yəni bir səhmə yox, necə deyərlər, klassik bir deyim var ki, yumurtanı bir səbətə qoymazlar prinsipi əsasında, yəni bir səhmə yox, bir neçə səhmə, bir neçə maliyyə əməliyyatına yönəlməklə öz portfellərini diversifikasiya etmək və uzun müddətli dönəmdə risk gəlir deməli seçimi arasında bir optimal balans əldə etmək. Aydındır. Və digər tərəfdən Paşa Kapital olaraq investorların istiqrazlardan səhmlərə keçidində hansı dəstək və təklifləriniz var? Biz indi ilkin maraq olaraq nə hardan başlamalıdırlar, necə etməlidirlər danışırıq. Əlbəttə ki, Paşa Kapital olaraq da sizin təkliflərinizi də eşitmək yerinə düşərdi. Bəli, Paşa Kapital olaraq biz ümumiyyətlə Azərbaycanda kapital bazarlarının inkişafında çox aktiv iştirak edirik. 2012-ci ildən başlayaraq və 25-ci ilin nəticələri əsasən ümumiyyətlə bazardakı dövriyyə həcminin ən böyük hissəsi məhz Paşa Kapitalın payına düşür. Təsadüfi deyil ki, bu müddətlər ərzində biz həm vasitəçilik xidmətləri göstərməklə, eyni zamanda davamlı icmallar, maarifləndirici məlumatlar vasitəsindən investorların kapital bazarlarına marağının artırılması və onların gəlir imkanlarının şaxələndirilməsinə dəstək oluruq. Mən daha öncə qeyd elədim, ümumiyyətlə qlobal miqyasda da səhmlərə yönəlmə adətən ilkin kütləvi təkliflər vasitəsindən baş verir və sevindirici haldır ki, ölkəmizdə də son illərdə artıq bu IPO, yəni ilkin kütləvi təklif prosesi artıq yaranmağa başlayıb və nümunə olaraq mən qeyd etmək istəyirəm ki, bildiyiniz kimi ötən həftə Paşa Bank tərəfindən ictimaiyyətə geniş bir açıqlama oldu bu istiqamətdə və Paşa Bank növbəti aylarda öz səhmlərinin təxminən 5% həcmində bir səhm paketini geniş əhali kütləsinə, investorlara təklif edir. Düşünürəm ki, bu çox əhəmiyyətli və nadir bu tipli hadisələrdən biridir və ölkəmizin kapital bazarlarında səhmlərə investisiya mədəniyyəti üçün olduqca vacib bir amildir və qeyri-dövlət sektorunda ilk bu xarakterli bir məsələdir. Bu istiqamətdə Paşa Kapital olaraq biz dəstək göstərməyə və bir növ investorların bu imkandan yararlanmağına kömək edib, onların uzun müddətli investisiya yol xəritəsini deməli formalaşdırmağa dəstək oluruq ki, yəni məsələn biz baxsaq keçmiş dönəmlərə Paşa Bank öz mənfəətinin təxminən 35-40% həcmində, ən azı bu həcmdə dividend ödənişi həyata keçirmişdir. Bu da investorlara gələcəkdə mümkün dividendlərdən faydalanmaq, eyni zamanda təkrar bazarda səhmləri ticarət etməklə gəlir imkanlarını genişləndirmək fürsəti verir. Onur bəy, siz təkliflərinizlə bağlı danışdınız. İndiyə qədər də nə kimi təkliflər irəlisilib? Ümumi necə qiymətləndirirsiniz? Maraq varmı və il ötdükcə bu marağın artması müşahidə edilirmi? Çünki insanlarda bir növdə bu məsələ ilə bağlı məlumatlılıq da önəmlidir. Hazırki məqamda biz ona görə danışırıq ki, əlbəttə elə insanlar var ki, elə başda da qeyd etdik, müəyyən səhmlər almaq istəyirlər, amma prosesi hardan başlasın bilmirlər, hara müraciət etsin bilmirlər. Artıq məlumatlılığı necə dəyərləndirirsiniz, marağı necə qiymətləndirirsiniz? Əlbəttə, təbii ki,
maariflənmənin artırılması və maliyyə savadlığının artırılması istiqamətində müsbət trendlər müşahidə olunmaqdadır və daha öncə qeyd elədiyim kimi biz də Paşa Kapital olaraq digər investisiya şirkətlərindən bir yerdə bu prosesdə aktiv şəkildə iştirak edirik və birbaşa müxtəlif layihələr vasitəsilə məhz investor kütləsinə məhz bu alətlərin əlçatanlığı barədə ətraflı məlumatlar veririk, onlara dəstək göstəririk və burada bilirsiniz, ən önəmli olan risk maariflənməsi və gəlir potensialının düzgün maariflənməsi istiqamətində dəstəyin göstərilməsidir. Mən ümumilikdə bu trendi müsbət qiymətləndirirəm həmin gedişatı və hesab edirəm ki, hələ də bizim yüksək artım potensialımız mövcuddur ki, yəni bazarda yeni alətlər formalaşsın, daha çox şirkət artıq motivasiya yaransın ki, onlar ənənəvi borclanma və investisiya alətləri ilə yanaşı qeyd elədiyim bu səhmlərə, alternativ digər maliyyələşmə alətlərinə yönəlmiş olsunlar. Bəs Azərbaycanda səhmlərin alınması ilə bağlı xarici maraq necədir? Yəni, xarici marağın artması ilə bağlı bir tendensiya müşahidə edilirmi? Ölkə daxilindən maraq daha çoxdur, yoxsa xaricdən son dönəmlərdə? Çünki biz görürük ki, xarici ölkələrdən Azərbaycana müxtəlif istiqamətdə investisiyalar qoyulur. Səhmlərlə bağlı vəziyyəti öyrənmək istəyirik. Ələxüsus, indi işğaldan azad olunan ərazilərlə bağlı biz çox danışırıq, xarici maraq var deyə. Səhmlər məsələsində necədir bəs? Əsasən, doğru qeyd elədiniz. Biz xarici investorların marağını strateji və bir növ real sektor layihələr üzərində maliyyələşmə istiqamətində görürük. Hazırki vəziyyətdə bir növ səhm bazarına olan aktivliyin artırılması daha çox ilk növbədə yerli əhalinin bu prosesə bir növ kütləvi şəkildə qoşulması, marağının artırılması istiqamətindədir. Mənə elə gəlir ki, növbəti mərhələlərdə artıq yerli əhalinin bu səhm emissiyalarına marağının artırılmasından yanaşı xarici investorların da marağının yaranmasına kifayət qədər artım potensialı mövcuddur. Yəni, təsadüfi deyil ki, Paşa Bankın da bir növ nəzərdə tutulan ilkin kütləvi IPO-su yerli əhali ilə yanaşı, eyni zamanda xarici ölkə vətəndaşları və yaxud da xaricdə yaşayan ölkə vətəndaşlarımız üçün əlçatan olacaq. Bu öz-özlüyündə mənə elə gəlir ki, bu marağın artırılmasına bir müsbət töhfə verəcək. Bəs hazırki məqamda Paşa Kapitalın təklifləri ilə bağlı danışdınız. Gələcəkdə həm daxildə maraq, həm də ki, xarici investorların marağını cəlb etmək üçün layihələr varmı masada təhlil etdiyiniz, yeni layihələr hazırlanırmı? Bəli, biz davamlı olaraq təbii ki, mümkün imkanları nəzərdən keçiririk, beynəlxalq təcrübə nəzərdən keçiririk və bu istiqamətdə ümumiyyətlə qlobal bazarlarda mövcud olan təcrübəni tətbiq etməyə çalışırıq. Şəxsən mən öz təcrübəmdən danışsam, mən təxminən 8 il Avstraliya İttifaqında onların kapital bazarlarında yaxından iştirak etmişəm və müqayisə etsək kifayət qədər yeni məhsul potensialının mövcud olduğunu müşahidə edirəm ki, paralel olaraq bu və digər deməli məhsullarla bağlı biz təhlillərimizi aparırıq. Həm bunun ümumiyyətlə investorların iştahına uyğunluğu, eyni zamanda paralel olaraq regulyativ tələbləri də burada nəzərə almalıyıq ki, təbii ki, bu keçid mərhələli şəkildə və idarə oluna bilən keçid olsun. Təbii ki, əks halda prosesi idarə etmək olduqca çətin olar. Bəli, amma sualınıza qısa cavab versəm, bu istiqamətdə davamlı təhlillər və yeni məhsullarla bağlı çalışmalarımız davam edir. Elnur bəy, investorlar əlbəttə ki, səhmləri ona görə alırlar ki, oradan bir qazanc da əldə eləsinlər. Biz baxdığımızda qiymətləndirsək, əlbəttə ki, yenə də deyək, həm daxili, həm də xarici investorlarla bağlı gəlirliklə əlaqədar məmnundularmı? Nə düşünürlər? Necə bir geri dönüşlər alırsınız? Bəli, biz xüsusilə də mövcud olan məhdud maliyyə alətlərini nəzərə alsaq, yəni daha çox qısa müddətli borc instrumentləri, istiqrazlar, mənə elə gəlir ki, hazırki bir növ gəlir parametrləri, gəlirlik parametrləri investorların gözləntilərinə uyğun şəkildədir. Amma təbii ki, belə bir ümumiləşdirməni aparmaq olduqca çətindir. Çünki fərdi investorların risk profilləri, onların gözləntiləri, onların investisiyanı saxlama müddətləri bir-birindən fərqləndiyi üçün hər bir investorun öz şəxsi profilinə uyğun bir dəyərləndirmə aparmaq lazımdır burada. Yəni, təbii ki, o investisiya fəaliyyətinə başlayanlar üçün bir növ o qayda ondan ibarətdir ki, heç kəs bir növ garanti olaraq hər hansı bir gəlirlik gözləntisi vermək iqtidarında deyil bu baxımdan. Yəni, burada bir neçə amillər var, dəyişkənliklər var. Ona görə də bir seçim hamı üçün uyğundur demək olduqca çətindir. Bu baxımdan yəni burada məsələlərə fərdi yanaşmaq zərurəti var. Təşəkkür edirəm Nur bəy. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyiniz üçün və suallarımızı cavablandırdığınıza görə. Minnətdaram.